Жерар Депардье, Кристиан Клавье, və John Malkovich Səfillər filmində. Filmdə həmçinin çəkilmişlər Virginie Ladoyen, Enrico Loverso, Charlotte Gainsbourg, Asia Argento, Veronica Ferres, Janna Moreau və başqaları. Film Victor Hugo'nun eyni adlı romanı əsasında çəkilib. Ssenari müəllifi Didier Duquesne. Bəstəkar Jean-Claude Petit. Operator Willy Stassen. Prodüser Jean-Pierre Guérin. Rejissor José Dayan. Topu gətirin. Kapitan, sizə məktub gəlib. Neçə nəfər yaralı var? 50 nəfər. Buradan çıxara bilərik. Yox, xəstəxana çox uzaqdadır. Sizə nə olub? Mən həkiməm. Məni xəstələrin yanına aparın. Sizə istiqamət verərəm. Yaxşı, möhkəm tutun. Biraz tələsin. Nə qədər ki, nəfəsim gedib gəlir, bir işə yarayım. Tələsin. Bu güllələri neyniyək? O biri barikadalara ötürmək lazımdır. Siz Mondetur küçəsində dayanmalıydınız. Axı sizə əmr vermişdim. Burada nə gəzirsiniz? Bəs o uşaq burada neyniyir? Zaman sizi biçdi ot tək. Zindanlar deyildir bərk. Bu balaca lap başını itirib, onu vurub öldürəcəklər. Qavraş, Qavraş, bura gəl. Mane olmayın, qənimət yığıram. Qayıt. Tir-tir əsir qorxudan luvur. Mütləqiyyət məhv olsun, vur. Kapitan, orada bir uşaq meyitlərimizi qaret eləyir. Gözəl fəngir olur yaman. Yerişi ilə can alır can. Silahları doldurub ətrafa bir ikisini atın. Qorxub qaçacaq. Hələ uşaqdır. Ateş! Ateş açırlar. Uşağı gülləyə tutublar. Baş kəsənlər. Qan içənlər. Nişan al, ateş! Lənətə gələsən. Öz yoldaşlarını deşik-deşik eləyirlər. Nişan al, ateş! Ar olsun sizə. Dözməz bizə barmaqlıqlar. 10-cu Karl, ar olsun, ar. Nişan al, ateş! Olmaz sizin kimi atıcıdan. Yaramazlar. O bizi veçinə almır, kapitan. Yaşasın Respublika. Yaşasın Gavroş. Hələ göz-gözü görmür. Gözləyin, barıt tüsüsü çəkilsin. Sonra bitirin işini. Zaman sizi biçdi ot tək. Zindanlar deyildir bərk. Ateş! Gavroş. Uşağı vurdular. Gavroş. Ey, neynirsiz? Düşün aşağı. Düşün. Sizi də vuracaqlar.
Dözməz bizə barmaqlıqlar. 10-cu Karl, ar olsun, ar. Ar olsun! Bu sursatları neyniyək? Bir yol tapıb o biri barikadalara çatdırmaq lazımdır. Eyb yoxdur. Gələn həmlədə lazım olar. Saxlayın. Siz dəli olmusunuz, misyo. İnanırdım ki, tale bizi yenidən rastlaşdıracaq. Həmişəki kimi yenə də qeyri-bərabər döyüş şəraitində. Amma bu dəfə üstünlük mənim xeyrimədir. Siz əsirsiz, mənsə azadam. Düzdür? Mən sənə azad deməzdim. Buradan heç kim sağ çıxmayacaq. Öz yerinizə danışın. Şəxsən mən nə yolla olur olsun salamat çıxacağam. Burada olanların heç birinin az da olsa şansı yoxdur. Az yaşlı uşaqlara ateş açan əskərlər bir ovuc qulduru gözlərini belə qırpmadan öldürəcəklər. Bundan əmin ol. Onlar bura çatanda mən uzaqlarda olacağam. Əgər katurqadan sağ çıxmışamsa, buradan da canımı qutara bilərəm. Qaçmaq istəyirsən, dostlarını darda qoyub aradan çıxırsan, səni qorxaq bilmirdim. Onlar mənim dostum deyil. Onların komandiri mənim komandirim deyil. Mən bura vuruşmağa yox, şəxsi işimə görə gəlmişəm. Amma heyif ki, axtardığımı tapa bilmədim. Biz hələlik geri çəkilməliyik. Qurbanların sayını artırmamaq üçün bir tədbir görməkdən ötürü Kurfeyrakla mən özüm onların qarşısına çıxardıq. Amma bu uşaq qatillərinə təslim olmaq istəmirəm. Bu da qorxaqlıq olar. Kim getmək istəyirsə sərbəstdir. Gedə bilər. Qalanlarsa bu binanın mərtəbələrində möhkəmlənib müqaviməti ən azı gecə yarısına qədər davam elətdirəcəklər. Mən sizlə qalacağam. Mən də. Mən də. Bəs sən, Marius? Marius. Yolunu gözləyən var. Tanıdığın adamdır. Mən elə bilirdim. Yox, səhv eləmişəm. Məni aldadıblar. Lap yaxşı. Özünü qoru, sevgini xilas elə. Heç olmasa bizdən kimsə xoşbəxt olsun. Sən olsan, lap yaxşı. Yaxşı, bunun vaxtı çatdı. Angeloras, əlinizi bu yaramazın murdar beyninə bulamayın. Mən öldürərəm, narahat olmayın. Onu bu səadətdən məhrum eləməyin. Yaxşı, bu işi sizə tapşırıram. Hə, nə oldu? O sizin əlinizdədir. Mən onunla təkbətək danışmaq istəyirəm. Hücuma keçirlər. Yuxarı mərtəbəyə qalxın. Yuxarı! Hə, bu ədalət məhkəməsidir. Öldür, qisasını al. Hə, bıçağa üstünlük verirsən. Haqlısan. Bax, indi üzünü oxşayırsan. O tapancada güllə yoxdur, hə? Var. Necə məyər? Mənə maraqlıdır ki, axırıncı gülləni kimə saxlamısan? Topu hazırlayın. Kaldırın. Yere koyun. Gəbərtdim. Mən ateşte eşitmedim. Bu top tüfəng səsində nə eşidəcəksiniz? Serjant,
Topçu hazırdır. Bəli, kapitan. Qaç buradan. Nə dayanmısan? Onlar hücuma keçirlər. Monsieur, əgər siz məni tanısaydınız... Tanıyıram. Yaxşı, əgər mənim başıma bir iş gəlsə, əgər mənə nəsə olsa... İndi yeri deyil. Ateş! Bura gəlin, barikadanı bərpa eləyin. Tez olun, burada boşluq görsələr, girəcəklər. Ton Mersi, qalx ayağa. Bu dəqiqə daha bir top atacaqlar. Ton Mersi. Topçular! Nişan al, ateş! Vəssalam, irəli! Barikadanı dağıtdıq. İrəli! İrəli! Bu mənim, Foşlevan! Sənin qardaşın, Foşlevan! Bilirdim ki, keçdi səni tapmalıyam. Foşlevan, dayan Anjoloras, dayan. Ateş açma. Ateş açma yox. Foşlevan, 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 Foş... Əla, birini vurdum. Bilmirəm məni eşidirsən ya yox. Amma sənə bir söz demək istəyirəm. Bayaqdan səni ölümdən qurtarmaq üçün dəridən qabıqdan çıxıram. Amma bunu sənə görə eləmirəm. Bilirsən nəyə görə eləyirəm? İndi sən ölümdən qurtarmasam, bundan sonra heç vaxt Qozettanın üzünə baxa bilmərəm. Orada nəsə qaraltı gördüm. Öz kölgəmizdə, serjant.
Hər halda əmin olmalıyıq. Jaber, Martin, Lüber. Ora bir neçə dəfə atəş açın. Səsini çıxartsa, deməli orada kimsə var. Tez olun. Qəniməti böləcəyik. Mənə əli bıçaqlı dost lazım deyil. Thenardier, səni həbsxanadan buraxıblar. Buraxmayıblar, amma azadlıqdayım. Özün bilirsən ki, mənim kimi adamlar azad olacaqları günü gözləyə bilmirlər. Amma oradan qaçmaq mənə baha başa gəldi. Odur ki, sənə bir təklifim var. Necə məyər? Buradan çıxmaq istəyirsən ya yox? Bunun üçün darvazanın qıfılını açmaq lazımdır. Açarsa məndədir. Ona görə də gəl belə sövdələşək. Mən açarı verirəm, sənsə pulları. Hansı pulları? Dolağa, sənin işlərinə qarışmaq istəmirəm, amma əminəm ki, bu oğlanın ciblərini boşaltmısan. Budur ki, özünü əbləh yerinə qoyma. Yaxşı bilirsən hansı pullardan danışıram. Axı nəyə görə sənin təklifini qəbul eləməliyəm? Çünki özünü kübar göstərsən də mənim kimisən. Səfir kimi doğulmusan, səfir kimi də öləcəksən. Bu mənim özümə də aiddir. Amma səndən fərqli olaraq mən bunu qəbul eləmişəm. Biz eyni sinifdən olan adamlarıq, odur ki, gəl sövdələşək. Hamısını istəmirəm. Sadəcə böləcəyik, vəssalam. Budur açar. Bir də kəndir. Təmiz söhbətdə, hə? Kəndiri neynirəm? Bunu çay atmaq istəyirsənsə, gərək boynuna kəndirlə daş bağlayasan ki, üzə çıxmasın. Bəs sən burada neynirsən? Sən nə edirsənsə, mən də onu edirəm. Gizlənirəm. Həbsxanadan qaçandan bura sığınmışam. Gecələr çıxıb təmiz hava alıram. Vəssalam. Bütün günü burada oluram. Yaxşı, gəl hesablaşaq. Burada çox yubanmaq istəmirəm. Niyə? Polis indicə buradaydı. Adama göz açmağa imkan vermirlər. Yaxşı, nəysə. Mən sənə açarı göstərdim. İndi pulları ver. De görüm bunun ciblərindən nə qədər pul götürmüsən. Yəqin ki, onu səbəbsiz yerə öldürməmsən. Düz demirəm? Yox. Deyəsən boş yer öldürmüsən. Bunun cibləri boşdur. Bəs niyə öldürmüsən? Bəlkə adam öldürməkdən zövq alırsan. Məni dolamısan? Nə ağzına su alıb dayanmısan? Cavab ver. Mənim meydimi babama göstərərsiz. Monsieur Jules Normana. Mömin bacılar küçəsi, ev 6. Qəribədir. Məktubu əvvəlcədən yazıb. Hə, başa düşdüm. Meydini verib pul alacaqsan. Yaxşı, indi bunu götür, apar. Amma mənim haqqımı çatdırarsan. Nəsə, çıx get. Pulunu verdin. Yaxşı yol. Lazım olsam, yenə gələrsən. Məni burada gözlə.
Kanalizasiya tunelindən çıxıb gəldin, hə? Cavab verməsən də olar. Üst başından, səndən gələn üfunətdən bilinir. Məni necə tapdınız? Səni izləyirdim. Ola bilməz. Çünki mən Yox, kanalizasiyaya girməmişdim. Küçə ilə gəlirdim. Amma sən səhvə yol verdin. Nahaq çayın sahilinə gəldin. Javər, and içirəm ki, özüm təslim olacağam. Amma əvvəlcə Bu vəziyyətdə sözləşmə aparmalılar. 1 saat vaxt verin. 1 saat. Yox, Mənə görə yox. Ona görə. o ölüb. Hələ sağdır. Amma xilas eləmək mümkün deyil. O oğlan sənin nəyindi? Düzünü de. O məni əvəz eləyəcək. Siz məni katorgaya göndərəcəksiniz. Özü də uzun müddətə, düzdür? Ömürlük. Mən Kozettanı yalnız ona etibar eləyə bilərəm. 1 saat vaxt verin. Onun ailəsinə çatdırım. 1 saat. Baytancı! Jil Norman burada yaşayır. Nə lazımdır? Onun nəvəsini gətirmişəm. Misyonun nəvəsi yoxdur. Mənim meydimi babama göndərərsiz. Monsieur Jil Normana. Mömin bacılar küçəsi ev altı. Hə, ölübsə onda başqa məsələ. Misye çox sevinər. Ölüb? Qəssən barikadalarda ölüb? Mənə alçatmaq üçün? Məni rüsva eləmək üçün? Təsəvvür edirəm necə ölüb. Sinəsini qabağa verib. Deyirmiş ki, qoca axmaq, sarsaq, kral tərəfdarı. Al! Sənə məsəkə göstərəcəm. Xoşuna gələcək. Sən respublikaçılara nifrət edirsən. Buyur. Mən də onların ideyaları uğrunda öləcəm. Bax, sənin nəvən əlində qırmızı bayraq yellədə-yellədə öləcək. Sən nə baxırsan? Çünki siz çox əsəbi görünürsünüz, misye. Nə dedin? Kim də əsəbi? Yalandır. Mən dünyada ən sakit adamam. Heç məni indiyə qədər əsəbləşən görmüsən? Bunu zavallı misye Marius'a deyəndə... Bəs sıçərənlədin. Əl çək məndən. O özü məni məcbur eləyirdi. Oturub durub deyərdi ki, rədd olsun mütləqiyyət. Mən də hirslənirdim. Siz onu evdən qovdunuz. Özdə qayıtmağa heç bir şans vermədiniz. O da getdi. Bu heç kimə gedib barikadalarda ölməyə əsas vermir. Mən istəməzdim belə olsun, Duran. Elə o da misye. O çox həyat sevər idi. Həyat eşqi ilə doluydu. Onu hara qoyublar? Qonaq otağına. Qonaq otağına? Məyər mənim nəvəm burada qonaqdır? Niyə öz otağına aparmamısan? Siz o otağın qapısını bağlamısınız, misye. Həm də tapşırmışsınız ki, heç kim həmin otağa girməsin. Misye. Düzü heç ağlıma gəlməzdi ki, onlar belə varlıdır. Mənim də. Qəribədir. İnsanları tanımaq olmur. Monsieur Gillenormand, mən... Heç bilmək də istəmirəm kimsiz. Hər kimsizsə, bura nəvəmin meydini gətirmişsiniz. Hər kimsizsə, sizə lənət oxuyacam.
Onun nə yaşı vardı ki, ölsün. Bu dərd mənim axırıma çıxacaq. Mən bu səhnəyə çox davam gətirə bilmərəm. Nə edirsən? Naşatırın ona nə xeyri var? Dirildəcək onu? Bu təkcə huşunu itirən qızlara kömək eləyər. Ölü kişiyə nə eləyəcək? Monsieur Marius. Nə Monsieur Marius? Monsieur Marius ölüb. Gelbeyin qadın. İndi qarşısında dayanıb ona baxıram. Amma özüm də ölü kimiyəm. Ruhlar bir-birini görür. Axı o mənim qanımdan idi. Amma bizi qan da birləşdirə bilmədi. Onu siz gətirmisinizsə, siz də o yaramazlardansınız. Hə, cənab respublikaçılar. Bunu istəyirdiniz. Gördünüz bu cəfəng fikirlərinizin axırı necə olur? Bu da sizin ideyalarınız. Saxta peyğəmbərləriniz, yalancı filosoflarınız, qondarma yazıçılarınız. Hələ sizin bu inqilabınızdan danışmıram. Bütün milləti avara, sərgərdan elədiniz. Rədd olun. Cəhənnəm olun evimdən. Qatillər. Marius. Artıq mənimsən. Robert, Daha məndən heç nə xahiş eləməyin. Monsieur, mən Cosette ilə də vidalaşmaq istəyirəm. Yox. Yaxşı. Yaxşı? Amma siz yubanmamalısınız. Robert, mənə siz dediniz. Sizi gözləyəcəm. Mən çox qorxmuşdum. Nə olub? Bu nə üst başdı? Bu qan nədir? Mən salamatam. Amma Marius, Marius? hə, Ona neynəmisən? heç nə. Ona mərmi qəlpəsi dəyib, yüngül yaralanıb. Hardan bilirsən? Özüm aparıb evlərinə qoydum. Bu ünvandadır. Sonra gedib baş çəkərsən. Ona münasibətin dəyişib? Ondan görüşə bilərəm? Düzü Marius'la söhbət eləməyə macal tapmadım. Amma bəzi məsələləri öyrəndim. Bilirdim ki, onu sevəcəksən. Bəlkə siz bir-birinizi sevin. Mənə isə bu hissi də çox gördülər. Mən Marius'a, onun ailəsinə inana bilərəm. Onların yanında heç nədən körlük çəkməsin. Bəlkə mən də nə vaxtsa sənə oradakı şəraiti yarada bilərdim. Amma onların malik olduğun mövqəni sənə heç cür verə bilmərəm. Sən əla-tasan. O məni səndən istəyəcək. Mənim anam da, sən atam da. Yox, Cosette, mən uzaqlarda olacağam. Çox uzaqlarda. Mən indi gedəcəm.
Hara? Bir də qayıtmayacağam. Başa düşmədim. Belə çıxır ki, ölümə gedirsən? Ölümə? Yox, Kazetta. Sağ qalacağam. Mən orada sağ qalmağa məcburam. Sadəcə olaraq orada seçmə imkanı yoxdur. Vaxtı ilə qoca bir kişi mənə 2 gümüş şamdan bağışlamışdı. Onda mən dünya malına möhtac idim, kasıb yaşayırdım. Səfillik girdabında ac idim. Amma şamdanları satmadım. Sanki bu şamdanlar mənim yoluma işıq saçırdılar. Əslinə qalanda, elə indi də mənə yol göstərən bunlardır. Amma nə qədər gür işıq saçsalar da, həyatıma bəxş elədiyin günəşlə müqayisə oluna bilməzlər. Sənin işığın ən zülmətli anlarımda belə mənim ömrümə nur çiləyəcək. Səni çox istəyirəm, Kozetta. Açarla bağlayırsan? Sonra tüsən açar. Javert. 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 Martin Lefran, Mən sizə Parisdə yaşamaq qadağandır. Nəyə görə qayıtmısınız? yoldaşım burada dünyaya uşaq gətirib. Onları görmək istəyirəm, ona görə. Uşağı sizin yanınıza apara bilərdi. Gətirə bilməyəcəkdi. Ayaqlarını kəsiblər. Niyə? Dəyirmanda işləyirdi. Ayaqları dəyirman daşına düşüb. Onu buraxın. Cənab müfəttiş, özünüz fikirləşin. Ayaqları olmayan qadınla kim evlənər? Özü bilər. Buraxın. Əmr eləyirəm. Mənə kağız qələm verin. Monsieur, onun ayaqları olmasa da gözəl gülüşü var. Mən də onu gülüşünə görə sevmişəm. Mən ki sizdən heç nə soruşmadım. Siz buradakılar kimi deyilsiz. Ona görə dedim. Burada yalnız siz məni başa düşdünüz. Əl çəkin məndən. Bunu Əlahəzrət polis prefektinə verərsiz. Getməzdən əvvəl bir sual verəcəm. Təsəvvür eləyin ki, xeyli cinayət törətmiş, əvvəllər katerqada cəza çəkmiş, uzun müddət qaçaq həyatı yaşamış bir adam islah olunur, tərbiyələnir. Ömrü boyu sədaqətlə qanuna xidmət eləmiş, ona sidq ürəkdən inanan bir polis məmuru isə nə vaxtsa 2 cinayətdən birini seçmək məcburiyyətində qalmalı olur. Çünki belə cinayətkarı həbs eləmək də cinayətdə, həbs eləməmək də.
Bu qədər, misyo. Amma bu haqda fikirləşin. Axır ki, iştahan açıldı. Hə, hafizəmsə yox. Yadıma sala bilmirəm ki, mənə nə olub. Deyəsən, başımdakı yara... O nə inqilabdır ki, özünü ondan ötürü təhlükəyə atırsan, amma sonra yadında heç nə qalmır. Amma yadıma düşən məsələlər də var. Evlənmək istəyirəm. Axı sən əvvəlcə məndən məsləhət almalısan. Axı, sən mənim sevdiyim qadını tanımırsan, onu görməmsən. Tanıyıram. Kifayət qədər cazibədar qızdır. Gözəl saçları var. Deyəsən, başından xəsarət alan sənsən. Sevgilin neçə gündür hər gün səndən xəbər alır. Təbii ki, şəxsən özü gəlmir. Bu ayıb olardı, əvəzində atası gəlib gedir. Amma sənin mümkün qədər tez sağalmağın üçün qərara gəldim ki, sən... Mademoiselle Fauchelevent. Gözəlliyə bax. İlahi, çox gözəlsiz, mademoiselle. Kamil gözəllik əsərisiz. Amma heyf ki, yalnız baronessa olacaq. Mən onu markiza kimi görmək istərdim, hə? Niyə də olmasın? Nə gözləyirsiniz, əzizim? Onu öpmək istəmirsiniz? Onun soyadı Fauchelevent, sizin soyadınızsa Faber'dır. Belə çıxır ki... Onun qohumu deyiləm, nə atasıyam, nə də babası. Mən bu qızı böyütmüşəm. Qız da yetimdir, mənim himayəmdə böyüyüb. Bəs o, kübar ailədə doğulub? Onun anası fabrikdə əyrici idi, atası isə bağban. Lənət şeytana. Bu qız imtiyazsız siniflərdəndir. Bu nəyə mani olur? Onun valideynləri ölübsə, deməli bizim ailəmiz sizinlə qohum olur. Ümid eləyirəm siz bağban ya da əyrici deyilsiz. İstefada olan zabitsiz, görkəminizdən çox oxşayırsınız. Yox, yox. Uzun müddət mən də uniforma geyinmişəm, amma indiyə qədər orduda xidmət eləməmişəm. Sizin güclü əlləriniz, şah qamətiniz, iti baxışlarınız var. Onda dənizçisiz, hə? Ticarət gəmisinin kapitanı olmusunuz. Hindistana gedib gəlirdiniz. Ədviyyat ticarəti ilə məşğul olurdunuz, elədir? Toulonda saysız gəmiləri görsəm də heç birinin göyərtəsinə minə bilməmişəm. Siz sirli adam oxşayırsınız. Hər adam özlüyündə bir sirdir, misyo. Lap bu yaxınlara qədər son dərəcə güclü, iradəli saydığım bir adam vardı. Amma indi eşitmişəm ki, onun cəsədini çaydan tapıblar.
Özünü suda boğub. Cəsədi bir gəmi ilişib çayı boyu axırmış. Belə bir adam intihar yolunu seçib. Onu ondan heç gözləməzdim. Heç. Danışığınızdan belə başa düşürəm ki, həmin adamla çox yaxın olmusunuz. Neçə illərdir bir-birimizi tanıyırdıq. Hər halda bizə elə gəlirdi. Amma mən belə başa düşdüm ki, o adam məni tanımadan dünyasını dəyişdi. Bunda deyin. Siz kimsiz? Bu sizin üçün daha maraqlı olacaq. 600.000 frankdır. 600.000 frank? Gazette Foşlevanın tocezi. 600.000 frank? Bir qız üçün bu qədərcə heç çox deyil. Bağban qızı üçün. Bilirsiniz, bağban peşəsini çox sevirəm. Əslində, onları da bir növ zadəgan hesab eləmək olar. Bu həyatda ən gözəl peşədir. Kralımız 14-cü Ludovik də bağ həvəskarı idi. Versaldakı bağa tamaşa eləməyi çox xoşlayardı. Onun güllərə, çiçəklər olan sevgisi mənim Mariusa qarşı olan məhəbbətimlə ya da sizin Kozettaya olan hisslərinizlə müqayisə oluna bilər. Nəysə, mən bu nigaha razıyam. 2 aydan sonra danışdıq. Belə tez? Məyər Kozettanı tezliklə xoşbəxt görmək istəmirsiniz? Hə. Əlbəttə istəyirəm. Yəqin bu paltarı çox baha qiymətə almısınız. Toy çox dəbdəbəli olacaq. Budur, deyəsən gəlirlər. Bu gəlinin anası hardadır? Anası yoxdur. Eşitmişəm qız yetimdir. Yazıq, amma gözəl qızdır. Monsieur Pommersi də yaraşıqlı oğlandı. Görəsən nə vaxt çıxacaqlar? Səbirli ol. Qapı açılır. Hə, gəlirlər. Monsieur Jules Norman yəqin çox sevinir. Hə, o Monsieur Pommersini çox istəyir. Artıq zəng çalınır. Budur, gəldilər. Gəlirlər. Hələ bu balacalara bax. Mələk kimidirlər. Əla təşkil olunub, xeyli xərc çəkiblər. Xoşbəxt olun. Xoşbəxt olun! O kişini tanıyırsan? Hansını? Bəylə gəlin arxasında, solda. Özüdür. Adım kimi bilirəm. Həmin Monsieur Favr'dır. Vaxtilə qatırğıda olmuş Jean Valjean. Markizin qoluna girən qızsa Kozetta'dır. O yaramaz bizə kələk gəlib. Mən elə bilirdim, o da səfilin biridir. Mənə axır ki onu ifşa edib kim olduğunu hamıya deməliyəm. Qoy hamı bilsin. Əl çək ondan əzizim. Kozetta ilə bu adam bizə baş ağrısından başqa heç nə gətirmədi. Məsələ də ondadır əzizim. Mən bu adamla haqq hesabı bir dəfəli çürütməliyəm. Gəl bura qızım. Çalış bir təhər qonaqların arasına girəsən. Öyrən gör bu yaramaz harda yaşayır. Onu mütləq tapmaq lazımdır. Yaxşı yol! Xoşbəxt olun. Çox gözəl cütlükdür.
Niyə təksən? Burada niyə dayanmısan? Sənə baxıram. Uzaqdan? Artıq buna öyrəşməliyəm. Gəl gör sənə nə göstərəcəm. Əvvəl çox tərəddüd elədim. Bu şamdanları elə çox istəyirsən ki, hətta mənim qısqanclığım da tutur. Bunlar adi şamdanlardır. Mənim nur mənbəyimsin, sənsin. Amma başa düşmürəm. Niyə? Bu sənin otağındır. Sənə sürpriz elədim. Başın nigaha qarışanda göstəriş verdim ki, hər şeyi bura köçürsünlər. Bundan sonra bu otaqda yaşayacaqsan. Bizimlə yaşamasan, mən xoşbəxt ola bilmərəm. Madam Baronessa. Madam Baronessa. Eşitmədin? Səni çağırırlar, Kozet. Sən artıq Madam Baronessasın. Yadımdan çıxmışdı. Necə də gözəlsən. Təsəvvür eləyirəm anan sağ olsaydı. İndi səni görüb nə deyərdi? Nə deyərdi? Deyərdi, sağ olun, Monsieur Madeleine. Monsieur Madeleine? Hə, o həmişə Tanrıya belə müraciət eləyərdi. Səbəbini özüm də bilmirəm. Mən getdim. Acından ölürəm. Nahar hazırdır ya, yox. Bəli, Monsieur. Siz masanı hazırlayın, gedin görün Monsieur Favre hardadır. Bayaqdan gözümə dəymir. O çıxıb getdi, Monsieur. Getdi? Hara getdi? Niyə getdi? Xahiş elədi sizə çatdırım ki, çox yorğundur. Kim? O heç yorular? Yorğun olsaydı burada, öz otağında dincələrdi. Görəsən hardadır? Hara yoxa çıxdı? Belə iş olar. Sən? Əlvida. Kozet də xoşbəxtdir. Javert ölüb. Heyif ki, seyfdəki pulların hamısını götürmüsünüz. Javert haqlıydı. Biz düzələn deyilik. Həmişə belə olacaq. Hər halda mən beləyəm. Sən.
Sizi görməyimə çox şadam. Özünüzü necə hiss eləyirsiniz? Yaxşıyam. Deyin görün, baron yuxudan oyanıb. Baron Jules Norman, yoxsa gənc baron? Baron Pontmercy. Yox, o hələ yatır. Zifaf gecəsindən sonra oyadın. Monsieur, axı, bu dəqiqə. Deyin ki, qonaq otağında onu gözləyirəm. Tək gəlsin. Dünən niyə getdiniz? Kozetta sizinlə rəqs eləmək istəyirdi. Mən rəqs eləyə bilmirəm. Bu ki cinayət deyil. Bu sözdən heç vaxt hazır cavablıq naminə istifadə eləməyin. Xoşbəxt görünürsüz. Əlbəttə, mən demək olar ki, xoşbəxtəm. Demək olar ki, Tam xoşbəxt olmağım üçün bilməliyəm ki, məni orada odun alovun içindən kim çıxardıb? Mənə görə özünü təhlükəyə atan kim olub? səni bir müfəttiş xilas eləyib. Javer adlı bir polis. Javer? Javerin imkanı olsaydı, yoldaşlarımla mənim qanım içərdi. Nəyə görə məni xilas eləməli idi? Özü, adamları tanımaq çox çətindir. Sən elə gəlir ki, məni tanıyırsan. Amma icazə ver sənə bir söz deyim. Xəbərin olsun ki, mən vaxtı ilə Katırqada olmuşam. Nəyə gülürsən? Mənə inanmırsan? Təbii ki, yox. Oğurluq üstündə. Bir də qaçmaq cəhdlərinə görə 19 il yatmışam. Mən residivistim. Soyadım heç də Favor deyil. Valjandır. Jean Valjean. Hə, nə olsun? Məyər başqa yolumuz var? Məyər bizi, kimliyimizi gizlətməyə vadar eləyən bu cəmiyyət, bu sistem deyil? Sən çox həlim adamsan, Marius. Sən biraz sərt, hətta amansız olmalısan. Sizin nigah müqavilənizi imzalayanda səhvə yol verdim. Öz adımla imza atmadım. Bunu bilən olsa, sizin nigahınız qanunsuz sayılacaq. Kozetta'nın soyadı Fauchelevent deyil? Yox. Bunlar böyük bir yalandır, Marius. Hamısı. Bircə Kozetta'nın səni sevməyindən başqa. Mən heç onun əsl adını da bilmirəm. Kozetta uşaq olanda onu Tapmısınız? almışam. 1500 franka. Almısınız? Heyvan kimi. Onu elə heyvan kimi saxlayırdılar. Özünə heç nə deməmişəm. Heç mənim də kim olduğumu bilmir. Kozetta bu əzabı bir də çəkməyəcək. Heç vaxt. Yaxşı, əgər bunu sizdən başqa heç kim bilmirsə, onda nəyə görə mənə danışırsınız? Elə ona görə. Çünki bu çox ağır yükdür. Onu tək daşıya bilmirəm. Təsəvvür eləməzsən ki, bu sirri tək başına saxlamaq nə qədər çətindir. Mən Valjanam. Jean Valjean. Keçmiş Katırqalı. Şəxsi nömrəm də 9430 idi. Daha gücüm yoxdur. Javer bunu bilirdi. Amma Javer artıq ölüb. Yaxşı, bəs niyə məni bu sirdən agah eləyirsiniz? Nə marağınız var? Mən Kozetta'nın həyatından uzaqlaşmalıyam. Kozetta bundan sonra firavan, xoşbəxt yaşamalıdır. Amma mən burada qalsam, keçmişim onun həyatını da ləkələyə bilər. Başa düşürsən? Heyif ki, getməyə özümdə güc tapmıram. Ona görə də sənin köməyinə ehtiyacım var. Əziyyət çəkməyinizi istəmirəm. Onu çox istəyirəm. Kozetta'nı çox istəyirəm. Hə. Ata kimi? Yox. Mən Kozetta'nı sevirəm. Yaxşısı budur, gedin.
Siz? Hə. Yaxınlıqdan keçirdim. Fikirləşdim ki, əvvəlcə öyrənməliyim ki, baron sizi görmək istəyir ya yox. Madamı da görmək istəyirəm. Neçə vaxt görüşmürük. Burada gözləyin. Monsieur tapşırdı ki, burada gözləyəsiz. Qonaq otağında çoxlu adam var. Başa düşürəm. Qızətdə necədir? Yaxşıdır. Başını ziyafətlərlə, qonaqlıqlarla qarışdırıram. Ziyafətlərlə. Ümidvaram onu hərdəm xəyal, nazlı, qəmzəli bir saray qadınına çevirməyəcəksən. Bağırsa, bu daha mənim işim deyil. Bəs siz? Siz necəsiz? Yaxşıyam. Çox yaxşıyam. Bir çoxları kimi mən də fikirləşirəm ki, bu qış çox uzandı. Yox, əslində zamanın özünün ayaqlarından daş asılıb. Kozetta dedi ki, bu yaxınlarda Plüme küçəsindən keçib. Narahat olma, evə gəlməyib. Mən darvazanı bayır tərəfdən qıfıllayıram. Kənardan baxanın ağlına gəlməz ki, orada yaşayan var. Onun belə boş görünməyində çox mənada günahkar özüməm. Mənim qeyib olmağımı ona necə izah eləmisən? Bir nağıl uydurmuşam, xoşunuza gələcək. Demişəm ki, iş dalınca Londona getmisiniz. Kozetta məktub yazmamağımı təəccüblə qarşılamadı. Ona dedim ki, hər kimizin adına məktub yazmısınız. Çünki ərdə olan qadının başqasından məktub almağı əxlaq qaydalarına ziddir. Kozetta xahiş elədi ki, məktubu ona da oxuyum. Mənsə dedim ki, itirmişəm. Amma mən nə vaxtsa İngiltərədən qayıtmalıyam. Yenidən gedərsiz. Burada nə işiniz var? Azad adamsınız. Azad. Jean Valjean azaddır. Sən nə danışırsan, Marius? Sizə daha vaxt ayıra bilməyəcəm. Qonaqlarım var. Birazdan nahar eləməlidirlər. Yaxşı olar ki, bir də gəlməyəsiz. Niyə bir dəfəlik qeyb olmayasınız? Biz də rahat yaşayarıq. Bir-birimizi aldatmağımıza ehtiyac qalmaz. Necə fikirləşirsiniz? Hər şeyimi sizə verdim. Pulum qalmayıb. Lap yaxşı. Buna əl də vurmamışam. Götürün. Lazım deyil. O Kozettanındır. Bu pul mənə lazım deyil. Çünki mən vermişəm. Çünki bilmirəm bu pul hardandır. Özünüzü mənim yerimə qoyun. Əvvəllər katırqada olmuş adamda 600.000 frank pul necə ola bilər? O pulu özüm qazanmışam. İnanmırsan. İsrar eləyirəm ki, götürəsiz. Onda sizdən bir xahişim də var. Orada 2 gümüş şamdanım var. Lorana deyin mənə gətirsin. Bilirəm ki, o yaxsan. Ağlayırsan? O idi, hə? Səsindən tanıdım. Heç məni görmək də istəmədi. Səni narahat eləmək istəmədi. Axı qonaqlarımız vardı. Narahat eləmək, mən onun qızıyam. Çox tələsirdi.
Londondan təzə qayıdıb. İndi də başqa yerə gedir. Bu dəfə Misrə. Qayıq kirayələyib, Nildə səyahətə çıxmaq istəyir. Odur ki, hələlik ondan məktub gözləməyə dəyməz. Orada poçt xidməti bərbad gündədir. Ondan nə istəyirsən? Atan qocalır. Adam yaşlananda xudbin olmağa başlayır. Xudbin? Biz evlənəndən bir dəfə də gəlməyib. Marius, səncə o məndən qaçır? Xahiş elədi ki, sənə hər şey danışım. Əsas budur ki, o səni çox istəyir. İstəmir ki, ondan nigaran qalasan. Mələyim mənim. Sən ki onu tanıyırsan, həmişə qara dinməz, qapalı adam olub. Heç bizim toyumuzda da axıra qədər oturmadı. Onun üçün hazırladığın otaqda bir gün də qalmadı. Əziz Marius, əzizim Kozet. Səfərim uğurlu keçdi. Çətinlik çəkmədən Qahirəyə çatdım. Bura çox izdihamlı, biraz da çirkli şəhərdir. Burada da əksəriyyət kasıb vəziyyətdə yaşayır. Amma günəşin ilıq şüaları sanki bütün dərdlərə məlhəmdir. Mənim də qoca bədənim bu istilikdən şəfa tapır. Sizin şamdanlarınız. Sağ olun. Monsieur Baron tapşırdı ki, Misirdən yazdığınız məktubu da mənə verəsiz. Monsieur Pontmercier deyin ki, Misirdən heç bir məktub yoxdur. Kimsə sizin üçün dərman ola bilər? Kızım, Burada yaşayır? gördüyünüz kimi yox. Nə bilim, mən ki, madmazeli tanımıram. Madmazeli yox, madam. O ərdədir. Kübar adama ərə gedir. Mən də xoşbəxt adamam. Doğrudan onu tanımırsınız. Axı sizi bura yalnız o göndərə bilər. Mən həkim çağırmamışam. Düzü məni bura Monsieur Gilles Norman göndərib. Xidmət haqqını da artıqlaması ilə ödəyib. Odur ki, pul verməyəcəksiniz. Deməli, mənə görə nigaran olan Qozetdə deyilmiş. Nəsə, mən sizi müayinə elədim. Çox gecdi, doktor. Nə danışırsınız? Ciddi bir xəstəliyiniz yoxdur, keçib gedəcək. Əsas məsələ ruhdan düşməməkdir. Ən yaxşı dərmansa həyatdan zövq almaqdır. Həyatdan zövq almaq. Mən həyatdan o qədər zövq almışam ki, doktor. Qorxuram bütün enerjim tükənmiş ola. Sizin enerjiniz hələ tükənməyib. Mənim gördüklərimin yanında bu nədir ki? Sadəcə olaraq ruhum tükənib. Bədənim məni bir tərəfə dartır. Ruhumsa bir tərəfə. Ona ölüm deyirlər. Bu ölümdür, hə? Hə. Biraz parça tapmışam. Bundan sənə qalstuk çıxar. Üstündən də dəbdə olan pencək geyinsən, əsl kübarlar kimi olarsan.
Adama görkəm verən, zadəgana oxşadan bircə geyim idi. Bax, səni birinci dəfə serjant mundirində görəndə məndə elə təəssürat oyatmışdın. İndi sən mən səfirə oxşamalıyam, hə? Əlbəttə oxşayırsan. Əgər bu işdən bir şey çıxsa, sənə mütləq gözəl kostyum alacağam. Üstündə də əlcəkləri, şərfi, qalstuku. Mənsə səni başdan ayağa məxmərə, ipəyə tutacağam. Gün işığında çıxıb küçədə gəzişərik. Qoy kasıblar bizdən də qorxsunlar. Doktor Barnett gəlmişdi. Mən xahiş eləmişdim. Nə olub? Özünü pis hiss eləyirsən? Mən lap yaxşıyam. Doktorsa gəlmişdi ki, sənin qaynatanın vəziyyəti barədə məlumat versin. Kozettanın atası Nildə səyahətdədir. Yox oğlum, yalan danışma. Əslində o, Nil çayına yox, ölümə səfər eləyir. Loran şamdanlara aparanda onu çox ağır vəziyyətdə görüb. Güclə tanıyıb. Fikirləşdim mənim borcumdur ki... Borcundur? Yəni bu sözü sən deyirsən? Atamı adam yerinə qoymadın. Yazıq səfalət içində öldü. Nə var ki, siyasi baxışlarınız üst-üstə düşmürdü. İndi isə elə bir adama kömək eləyirsən ki... Sən heç bilmirsən o kimdir. Bilirəm ki, yaşlı adamdır. Mənim kimi. Yoxsa başqa bir məsələ də var. Hə. Yox. Qulaq as. Necə istəyirsən elə də elə. Amma Kozetta heç nə bilməsin. Monsieur Tenar adlı bir adam sizi görmək istəyir, cənab baron. Bu vaxt gecənin yarısıdır. Kimdir, nəçidir? Dediyinə görə keçmiş səfirdir. Səfir? Yaxşı, çağırın gəlsin. Cənab səfir, buyurun. Monsieur, sizə deyildiyi kimi mən keçmiş səfirəm. Hiss olunur. Amma mən yatmağa hazırlaşıram. Qısa danışın, niyə gəlmisiniz? Səlahiyyət müddətim başa çatsa da, yenə həmin uzaq ölkələrin həsrəti ilə yaşayıram. Düzü, buradan çıxıb getmək istəyirəm. Amma çoxlu pul lazımdır. Yox, mən bura pul dilənməyə gəlməmişəm. Bilmək istəyirəm, sizə bir sirr açsam, mənə pul verərsiniz? Buyurun. Cənab baron, sizin evinizdə bir fırıldaqçı var. Başqasının adından istifadə edib. Sizin evinizə soxulub. Adı da Jean Valjean'dır. Bilirəm. Əvvəllər katerqada olub. Onu da bilirəm. Əlbəttə bilirsiniz. Çünki mən sizə dedim. Bunu çoxdan bilirdim. Vəssalam, elə bu? Yox. Ən maraqlısı hələ qarşıdadır. Amma açıq danışaq. 20.000 frank verməyə razılaşsaz, mən sizə bir qətl hadisəsinin bütün təfərrüatlarını danışaram. Yox. Yox? Yox. Yaxşı. 20.000 də oradan da çoxdur. 10.000-ə nə deyirsiniz? 1 liard da verməyəcəm, Tenardiyə. Bağışlayın, necə dediniz? Nədir? Jondret deməliyəm? Yox, yəqin ki, monsieur səhv edib.
500 frank? Yaxşı, cənab baronun niyyəti ciddidirsə, mən də ciddi danışmalıyam. Amma inanın ki, lap bu 500 frank olmasaydı belə, mən hər şeyi sizə danışacaqdım. Bunu verdim ki, çıxıb gedəsiz. Sizin danışmaq istədiklərinizi bilirəm. 40 il əvvəl Valjean çörək oğurlayıb. Özü də buna görə 1-ə 5 artıq cəza çəkib. Sizi günü bu gündə həbs eləsələr, onun çəkdikləri qədər çəkməyəcəksiniz. Amma Jean Valjean təkcə oğru deyil. O həm də qatildir. Qatil. Nahaq yerə vaxt itirirsiniz, Thenardier. Onun haqqında hər mətləbi bilirəm. Valjean günahlarının bağışlanmasına layiqdir. Cənab baron, keçən ilin iyununda qiyam baş verən gün mən Parisin əsas çirkab su tunelində idim. Nəysə, bunu çox uzatmayaq. Tunelin lap axırında Jean Valjean'ı gördüm. Özü də bir meydi daşıyırdı. O dəqiqə başa düşdüm ki, həmin adamı təzəliklə öldürüb. Yazığın yarasından qan axırdı. Bilmirdi ki, təzəcə yaralanıb. Valjean onun beynini vurub dağıtmışdı. Mən meydin üst başını axtardım. Bax, bunu tapdım. Görürsünüz? Meydin üstündən. Hə. Siz onun üzünü gördünüz? Yox, o qədər də yaxşı görmədim. Üzü qan içində idi, həm də qaranlıq idi. Amma qatili yaxşı gördüm. Sizi maraqlandıran budur, elə deyil? Mən qatili görmüşəm. Thenardier, sən kanalizasiyadan çoxdan çıxsan da, hələ üfunət qoxuyursan. İtiyi verirsən. Bu adamı ləkələmək istədin, amma ona haqq qazandırdın. Onu gözdən salmaq istədin, amma böyük adam olduğunu təsdiqləmiş oldun. İndi o təmiz insandır, sənsə iblissən. Məni qorxuda bilməzsən. Sənin haqqında hər şeyi bilirəm. Odur ki, səni istənilən vaxt qatırğaya göndərə bilərəm. Narahat olma, onsuz da mənim hökmüm oxunub, amma əvvəlcə məni tapmalıdırlar. Al, 10.000 frankdır. Sağ olun, sağ olun, siz yaxşı adamsınız. Sağ olu Waterloo'ya. Waterloo'ya? Waterloo'ya. Orada bir polkovniki xilas eləmsən. Yadından çıxıb? Onunsa yox. O göylərdən sənə baxır. Sənin xoşbəxt olmağını istəyir. Hərçənd bilmirəm nəyə görə. Bunlar o dünyanın sirləridir. Tanrının müəmmasıdır. Sən edamdan qurtulacaqsan, Thenardier. Çünki günü sabah Amerikaya yola düşəcəksən. Qızınla, o idbar arvadınla birlikdə. Gəmiyə minəndən sonra sənə 20.000 frank da verəcəm. İndi isə itil buradan. Bir də səni görməyim. Rədd ol. Rədd ol buradan! Monsieur, polis çağırıb. Faytonumu hazırlayın. Tez! Tez! Cosetta. Cosetta, qalx. Tez ol, qalx ayağa. Tez ol. Tez? Hə, Saat neçədir? qorxuram gec ola. Geyinmək lazım deyil. Belə də gedə bilərik. Tez ol. Tələsmək lazımdır. Plüme küçəsinə. Plüme küçəsi? Deməli atam qayıdıb? O heç yana getməyib. Özümdən uydurmuşdum. Uydurmuşdun. Yalan demişdin. Mənə yalan demişdin əzizim. Mənə əzizim demə. Mən yaranmasam, əclafam. Amma bir dəlilim var. Səni sevirəm. O dedi ki, səni sevir. Mən də qorxdum. Başa düşmürəm nə demək istəyirsən. Mənim atama şübhə ilə yanaşmısan? Tək şübhələnsəydim nə var idi ki? Özümə haqq qazandırmaq istəmirəm. Amma mənim yerimə olsaydın, bəlkə də sən də... Yox. Yox, Marius. Mən heç vaxt sənin yerində olmayacağım. Doğrudan sənə elə gəlir ki, ona indiyə qədər öz həyatı barədə suallar verməmişəm. Heç soruşmamışam ki, mənə qədər nə ilə məşğul olub, haralıdır, başına nələr gəlib. Daha heç nə demə, mənası yoxdur. Ağlıma ən pis ehtimallar gəlirdi. Amma həmişə ona inanmışam. Həmişə onu çox istəmişəm.
İşə bax. Babamın şəxsi həkiminin faytonudur. Burada nə edir? Babam məndən ləyaqətlidir. Nə olub? Biraz gec gəldiniz, baron. Bir tədbir gördünüz ya yox? Görmüsüz? Siz ona kömək eləyə bilərsiniz, düzdür? Ona dərman lazımdır. İndi ona bircə dərman lazımdır. Qızı. Doktor, nəsə yadınızdan çıxıb? Lap yaxşı. Halım yoxdur. Sizə bir işim düşüb. O şamdanları görürsüz. Siz getməzdən əvvəl onun şamlarını yandırarsınız. Haklısınız doktor. Ölümün hastanısındayım. Az qalıb. Heç ağlıma gəlməzdi ki, bu qədər işıqlı olacaq. Kozetta, sənsən, mənim Kozettam. Ağlama, o qədər xoşbəxtəm ki. Yaş biləydin, elə bilirdin, səni görmədən öləcəm. Amma sən yanımdasan. Ağlama Kozettam. Ata. Marius da buradadır. Marius da. Deməli, Monsieur Pontmercy. Siz də buradasınız. Deməli, məni bağışlamısınız? Bağışlamaq? Hə, bilirəm. Məni bağışlamaq çətindir. Özüm ömür boyu bağışlamağa çalışmışam. Amma heç vaxt alınmayıb. Mən sizdən üzr istəməliyəm, siz yox. Mənsə yalnız təşəkkür eləməliyəm. Bağışlayın. Təşəkkür. Nəyə görə, monsieur? Nəyə görə? Bu haqda danışmağa dəyməz. Yoldaşın həqiqətən yaraşıqlı oğlandır. Elə sən özün də. Bu nə geyimdir? Gecə köynəyində gəlmişəm. Gecə köynəyində. Parisin o başından bura gecə köynəyində gəlmişsən. Sizsə məni bütün çirkab tuneli boyunca öz çiyninizdə daşımısınız. Hə, sən gecə köynəyindən çox axır idin. İndi sizə bəzi məqamları danışacağım. Amma heç danışmaq istəmirəm. Bircə ölmək istəyirəm. Ölmək? Hə, ölüm qorxulu deyil. Mən istəmirəm öləsən. Qadağan eləyirəm, eşidirsən? Hə, qadağan elə. Bəlkə bu əmrini yerinə yetirərəm. Heç olmasa hələlik. Çünki birazdan mən başqasının əmrlərini yerinə yetirməli olacağam. Yəni Tanrının. Yəqin ki, belə məsləhət. Mən elə səfiləm ki, səfil. Bunu heç vaxt yadımdan çıxartmadım. Mənim ölümüm hamıya rahatlıq gətirəcək. Ata, sən nə danışırsan? Marius, nə olar, onu başa sal. Bir şey fikirləş, nəsə de. Eşidirsən, Marius. Görürsən sənə necə inanır. Deməli səni çox sevir. Övladlarım, bu gözəldir. Bir-birinizi belə güclü sevməyiniz gözəldir. Kozetta, ona bax. Gör necə gülümsəyir. Bax,
Atam yaraşıqlı kişidir, hə Marius? Mənim balaca mələyim. Heç özümə deməmişdim. Uşaqlar, gözümü yumuram, amma elə bilməyin ki, sizi görmək istəmirəm. Bu şamdanların ışığı gözümü qamaşdırır. Mənə elə gəlir ki, onlarda həqiqətən zehirli qüvvə var. Onlara adi bir şam qoyursan. Adi piydən düzəldilmiş şam. Elə güclü işıq saçır ki, elə bilirsən. Otaqda gün doğub. İşıq görürəm. Güclü işıq seni. Çoxlu, güclü işıq.